Mən indi lazım görürəm üst tutan üstadımız Ay İsa Nəzəri cənablarına və bunu belə şəkildə, bu şəkildə sual verəm. Ay Nəzəri, öz işi siz bilirsiniz və hətta Telegramda da bu mövriddə məqaləniz dərc oldu və yazıldı. İki dənə nöqtəni mən istəyirəm burada sizin xidmətinizə çatdıram. Biri buydu ki, bir keçən həftənin içində cənab Doktor Pezeşkiyan, bizim hörmətli rəis cümhurumuz Təbrizdə bir yığıncaqda iştirak eləyir və orada bir Heydər Babanın şeirini türkcə oxuyur və orada bir nəfər gəlir, bir kağız verir, yazı verir ki, və təzəkkür verir rəis cümhur bir dənə məmləkətə Təbriz şəhərində ki, sən türkcə danışma, sən farsça danışcına. Mən bunu görən kimi, yəni həqiqətən içəridə çox acizəhdim. Yəni Ayə Pezeşkiyana ki, biz ümid bağlamışıq, mən ümidlərin içində həqiqətən bir ümidsizlik yaşadım. Ki, biz intizarımız var, gözləyirik Ayə Pezeşkiyandan ki, usul-i 15 və 19 qanun əsasını icra eləyə. Özü bir dənə məclisdə 2 dənə şeir oxumağa buna icazə vermirlər. Siz də özünüz o məqalədə işarə etmişsiniz. Bu adamın mənfilərini görək, bu adam kimdir? Sizdən nə əndazə yuxarıdır ki, və bunu yazıb. Mən istədim bu barədə sizin bir nəzərinizi alam. İkinci məsələmizdə bunu mətrah eləyək ki, 2-3 gün içində, indi adın təəssüf qoyaq, adın bilmirəm nə qoyaq, bizim anayasamızda, qanun əsasımızda usul-i 15 və qanun əsası sərahətən gəlir. İndi məclis təzdən gəlir bir dənə tərh verir ki, qeyri-fars xalqlar İranda icazə verək bunlara ki, öz dillərində, ana dillərində, məktəblərində, danışıqlarında dərs oxusunlar, təhsil eləsinlər, ya eləməyək. 246 nümayəndənin içində 130 nəfər müxalif olurlar. Yəni, adam bilmir gülə, adam bilmir ağlıya, vaxtı sənin məmləkətində qanun əsası var, təzdən bu məclisə bunu tərh aparmağın bu nə mənası var? Mən özüm bir ayrı bir bərdاشtım var, ayrı bir təhlilim var o yerində. İnşallah ayrı bir fürsətdə də buna yetişərik. Mən istəyirdim bu iki zəminədə cənabınızın bir nəzərini alam. Mən söz söhbəti verirəm ustadımız Ay İsa Nəzəri. Bunu da deməliyəm, yadımdan çıxmışdı bayaq deyəm xidmətinizə. Ustad Ay İsa Nəzəri qədim mübarizlərdəndir. Şah zamanı çox mübarizə eləyibdir və çoxlu işgəncələr görübdür ki, Nəvid Azərbaycanda bunu müfəssəl biz məsalələrini yazmışıq və gətirmişik və güzəştədə də Qazi Nəzər Sultan Azərbaycan Qərbi olubdular ki, sonra da banişəst olublar və indi də hal-hazırda vəkil istilah dadgüstəridirlər və fəaliyyətləri var və heç vaxt da öz qələmini nəşr edən heç vaxt müzahiqə eləməyibdir, həmişə səhnədə hazırdılar. Mən üzrxahlıq edirəm, biraz söhbətimiz çox oldu. Buyurun. Mən çox xoşalam. Bizim ata-babamız deyib, hər yerdən bir səs uzaldı, hər yerdə bir pərçəm qovzandı və o yatmaz, o səs aradan getməz. Bugün bunu elm də sabit edib. Sənlə mənim bu danışığımı el bir gün bir yerə yetişəcək ki, 1000 il bundan sonra da bir nəfər gəlsə bu otaqda eləyə biləcək, istixrac eləyə, onu çıxarda. Bunu yəni elm indi deyirlər, gedin məsələn Peyğəmbərin fəqanlığını filan yerdən çıxardın gətirin. Mənzurum, mən qəbl əzin ki, qazi olam, elə ruznamə niqarıdım, ruznamə Keyhanda. Mütəəssifanə bir məsələ gəldi qabağa. Mən Keyhandan çıxdım, gəldim Dadğustəriyə və xoşbəxtanə burada da Dadğustərdə də Urmiyəyə gəlmək həmin Peyğam Urmiyə ilə. Sonra da sizin sayəzdə Nəvid Azərbaycanla aşın oldum. Bir müddət Uzvu Şurayı Nəvisəndəqan oldum. Sonra sərdəbir oldum. Mənə bir iftixarı da hər yerdə də məni bununla tanırlar. Mən Avropaya da getdim. Hər yerdə məruf oldum ki, sərdəbiri
Nəşriyə Nəvid Azərbaycan. Burada da şəhərlərə gedəndə, Tehrana gedəndə o cür məruf oluram. İndi də bəzi kanallarda sözümüz yazanda yazarlar Sərdəbir Nəvid Azərbaycan. Cənab Mehran, biz bir dənə məsələ ki, ruznamədə başladıq və nəticəyə yetişənmədik bir xatir o bağlamaqlar, o təzyiqat filan. Biz hər yüz istəyirəm Bazaroğlunu, hər bekar adama rəy veririk. Onu bir mərhələyə, bir məqama çatdırırıq. Sonra özümüz ondan qorxuruq. Çox sağlıqdır. Yəni, dünənə kimin ağa gəlib mənim bu qapıma daxil düşür. Ki, amandır, deyinəm millət mənə rəy versinlər. Biz də deyirik, bu adama rəy verin. Millət də befərz sözümüzə baxır. Bəzən və bu adama rəy verir. Bu adam olur nümayəndə. Bu adam olur şurayı şəhər. Bu adam olur şəhridar. Bu adam olur nümayəndə-i məclis. Dönürük, biz ondan qorxuruq. Yəni, o qudrəti ki, biz özümüz ududa gətirmişik. Hələ qudrətə hesab əsləhəsi var, filanı var, qudrətin nümayəndəsidir, o qalsın kənarda. Mən hətta əgəl 30 yerdə getdim Sıxanranlığa, kətlərə, şəhərlərə, filanlara çox ağaya rəy verim. Xub, intizarım nə mənə idi? İntizarım budur ki, bu ağaya mən rəy verdim, oldu rəis cumhur. Bu gərəkdə indiş olub rəis cumhur qudrətin nuçudur, nuç əsliyi. Qudrət, hükümət İslamının, dövlət İslami nuç icraisidir. Bu indiş olub qudrətin nümayəndəsi də o gərək mənlə nümayət edeyim. İndi də görürsən deyirlər ki, ay nəzər, biz gərək rəis cumhurdan nümayət edəyik. Xob, bizdən kim nümayət edəyəcək? Biz məclisdən himayət eləyək. Bizdən kim himayət eləyəcək? Yəni, o məclisi ki, sənin, mənim rəyimlə, burada bekar adamıdır, gedib olub bikarə, nümayəndə, buna bir boçsa verirlər ki, ged özüyən bir müşavir tap, sən ki, bir şey bilmirsən, əqəllən o müşavirlərdən bir şey öyrət. Ayda bəra ayın ki, məsələn 10 milyon tüməni özrəyə verməyə gedir, arvadını özünə müşavir. Bu nümayəndə səni neyniyəcək, səni hara aparacaq. Bizim işğal ömrəmiz budur ki, bu cür şəxslərə, bu cür bir istilah nəfərlərə etimad bağlırıq. Cənab Mehran, bizim gərək heç kəsə etimadımız olur. Bizim özümüzdən səfaya, bizim özümüzdən səfaya heç kəsimiz yoxdur. Biz bir dənə millətik ki, dövlətimiz yoxdur. Bərain ki, dövləti olan millət gəlib onun dilini mədrəsəzdə 2 saat, o da hələ yalandan sözdür, veriləcək, verilməyəcək. Taze veysələ nə olacaq orada? İndi 100 ildir bu farsını bu mədrəsələrdə, bu bədbəxt millətə nə mənədir? Tədris edirlər də, təhsil edirlər də. Hara yetiriblər məsələ? Bizim məmləkətdə, ay Mehran, nəfəri tutubla zindan eləyiblər ki, bu nə mənədir səndə? Süt durursan deyirsən, Bismillahirrahmanirrahim, dolar 3000 tümən. Tutun bunu basın zindanı, sonra deydəm olur. Və indiki tərəf süt durur, Bismillah demir, doları satır 95.000 tüməndən, bunu niyə edam eləmişsən bə? Əgər bu qabili edam dərdi və sən onu niyə edam elədin? O ki 3000 tümən qiymət vermişdir dolar. Mənim bir yoldaşım vardı, bir nəşriyyəsi vardı Tehranda. Bu yazmışdı, bu üçü gedir, qorxuram dolar bir gün ola 1000 tümən. Bir dənə ələm şəkə tutdular bunun başına. Sən istəyirsən məmləkət gedə dağılmaq tərəfinə, məmləkət dağıla. Məyə olar da dolar ola 1000 tümən. Bədbəxtin nəşriyyəsində voladla tutula basıla zindana. İndi həmən dolar ki, bir gün deyirdik rəis cumhuru Amerika cəllat 1000 tüməni tutub, deyib, doları eləyəcəyim 1000 tümən.
Hamile sirətmə tutmuşdu ki, abi, deyilən məmləkət dağılacaq da. İndi dolar 90 min tüməni geçib, nə məmləkət dağılır, nə bir şey olur. Bərain ki, yadınızda olsa bu əvaildə ustalar məruf olmadı Azərbaycanı hərbi. Amma məmləkətimiz mənə getmedi, işimiz mənə, yəni qoymudla qapıdan çıx eşiyə, deyirlər, sizin ustalarınız yoxdur, çıxmayın eşiyə. Zilmə qanunumuz bugünkü günkü ustalar vardı, bundan yaxşıydı. Şəhridar olsa, bir gün mən çıxdım bu xiyabanlara, elə bu gəlirdim, gördüm, hər yerə bənər vurublar ki, Urumiyyə şəhri bu 700,000 şəhridar. Dedim, ay dadı bir da. Bunun mənası budur ki, bu şəhərin yəni şəhərdarı olmuyor. Bizim müşkülümüz burada ki, bizim məhsullarımız məhsul deyil. Yəni, nəmlə sözü ki deyir, həmən bu ağayı fizikçiyə, hətta əgəl 20 yerdə bunu demişdi. Bu sözləri ki, mən sizin istədiklərinizi icra eləyəcəyəm. Biz türküdür məsələsi olmayacaq. İndi bu məmləkətdə əlində tərəfin özünün, xanımın şinasnaməsi ki, Sadire-i İrandır, uşaqları olub, gedirlər, uşaqlarına şinasnamalarlar, deyirlər buna vermən. Niyə? Bunun adı sevgidir. Bunun adı yapraqdır. Bunun adı Atahandır. Yəni, türkü adı tərəf bir də məskəmət qarımət düz üstürəm. 2 qramlıq qarımət. Deyveymirəm. Və tərəf 6 aydır bu pillələrə çıxır, düşür yeri. Tərəf 6 aydır dadı qaxlağa dolanır. Amma mənim uşağım olub Urmiyyədə adı qoyanmır. Mənim öz qızım olanda getdim ki, naslam almağa. Bu idarə-i səbdə əhvalda dedi ki, ağa İslamat qoyacağız da, dedim. O bizim İslamatımız yox. Dedi, ben niyə yox dedim əslən. İslamda tənha şey ki, izhar nəzər eləməyib, addır. Yəni, İslam adına iş olmuyor. Sən adın Cingican, Çungudur, Çinlisən, müsəlman olarsan mülkünə. Adın Atahandır, Türksən, müsəlman olarsan mülkünə. Adın Corcisdir, müsəlman olarsan mülkünə. İslamı bizim adımız yoxdur. Bunlar ki, bugün deyirlər Məhəmməd, Xədicə, Fatimə, Zeynəb, bunlar İslamat deyirlər. Bunlar qəbləz İslamda Cəzirətül Ərəbdə nə mənə idi? Cəmaat işlədirdi. Yəni, Peyğəmbər 40 yaşında Peyğəmbər olub, İslamı gətirib. Bəli, 40 il ondan qabaqdan adı ilə Məhəmmədidir. Bunlar ərəbaddırlar. Bunlar İslamat deyirlər. Bu inhəmə bir dənə fəqət bəhanəyi tapıblar ki, eləyə bilərlər, tühlərin qabağında durarlar, tühlərin qabağını alarlar. Tühləri bu nöqtəyə yetirərlər ki, tərəf ya özündən keçə, da deyə cəhənnəmə qoy, mən özüm də ölsəm, bunlara da zərbə vurum. Və bu, mən bir mətləbdə yazmışdım ki, tələdir Cumhur-i İslami. Cumhur-i İslaminin 2 dənə tələsi var. Bir xaricdədir ki, bir dənə kişvərə həmlə eləsə, sazman milləl, hər tərəfdən İran həmlə edir. İkincisi də bu daxilidir. Daxildə nə midanın bu səltənət tələbdir, bu şah oğludur, bu fərəh oğludur, bu filan kəsin oğludur, bunların mənası yox. İranda Azərbaycan bir şey istəməsə olmaz, istəsə olur. Bu yəni sabit şudeyi tarixi sənsət salih bu məmləkət. Bunlar istirlər tühləri bir mərhələyə yetirərlər ki, tühlər qazanala bu hökumətin əleyhinə. Biz də üçün bundan qabaqçı hökumət bundan pis bizdən bərxurd edirdi. Feylən millətdən istirik ki, o mədəni qanunu məsaili əldən verməsinlər. Bir dənə qeyri-qanuni yola getməsinlər. Vəli nə zamana kimin bu sözləri cavanlara qandıra bilir? Cavan gəlir mənə alır, deyir, mənə sərahətən vəzişqatı söyüş edirlər. Mənə əhanət edirlər. Mənə şeir deyirlər. O Şəhriyarın bir şeiri var. Əya Tehran ya insaf bikun xərtoyi ya mən.
Bunlar için bu günləri, bu məclis İranda bu məsələni qoymurlar təsvib ola, bir qolu Şəhriyar, xərtoyi yanə. Bunlar için hər bir piramın millətləri, elə Gilaniyə də bu sözləri deyirlər, Rəşliyə də deyirlər, Bəlusa da deyirlər, Ərəbi Xuzistaniyə də deyirlər, Lora da deyirlər. Yəni bir dənə İranda mərkəziyyət hakimdir. Kim bu mərkəziyyət əleyhə piramundur. Əleyhə piramunu məmləkət. Və ta zamanı ki bizim bu məsailimiz bir budur ki özümüzə itminanımız olmuyor. Özümüzdən səfa belə fikir eləyək. Başqa adamlar da var bizə köməklik eləyəcək. Gedək onları gətirək qoyaq dövlət başına, iş başına. Və bir də ta zamanı ki bu mərkəziyyət hakimdir, mütəəssifanə bu məsaildə olacaqdır. Bu iki rəis cumhura gətirirlər. Söz danışa, kağız verilir. Mən özüm danışa, bir nəfər kağız gətirib versə, kağızı çırrımıtırım. Oxumam heç. Filan kəs yolu kəsib. Yolu kəsib gedin. Radim Ayranla deyir ki, mən burada sıxan verəm, sıxanranlıq edirəm. Mənə nə mərbutlu maşın yolu kəsib. Heç bir zad oxumanım. Bir sənə rəis cumhursan, sən sır at yerə, çırmırsan hətta gəl, kağızı qoy cibiyən oxuma. Nəinki sözlüyün qət eləyəsən, türkü danışığın, şeiriyin qət eləyəsən, dönəsən, başlayasan, iki dənə şeiri oxumaq, tuğcu eləyəsən ki, mənə rəhm eləyən, iki dənə şeiri oxumaq məmləkəti dağıdır. Məmləkəti mütəəssifanə Ağay Cəlal Əhmədin bir qardaşı var idi, adı yadımda da. O deyər ki, məmləkəti bu məsaili mətrəh eləməsək dağılar. Bu məsail gərək mətrəh ola və ciddi mətrəh ola. Bəzi adamlar gəlmişdilər o həmən məqalə mövzusunda. Biz intiqadımızı biraz bəhlətməyək, biraz yavaş intiqad edeyim. O zamanı sünnətidir. Deyida tərəfin məsulun yaxçılıqların bir xəttə yaz, pisliklərin bir xəttə yaz. Bulağa təriflə, bulağa pislə. Belə bir şeyimiz yox. Tərəf pul alır, üstəndə olub ki, yaxşı görədə. Yaxşı görmək onun vəzifəsidir. Rəis cumhur əgər böyük yaxşı görəcək, onun vəzifəsidir. Pulu ona görə verilir. Bu nücumi pulları bu məhsullara verilir, bir xatırın ki, yaxşı görərlər. İndi yaxşı gördülər, şəhərmən cəhəm onu tərifləmək lazımdır. Hələ ruznamə-niqar. Ruznamə-niqar əslən karguzar deyir ki, ay İslamdarı, ya ay rəis cumhurunun oğlundan tutdu ta cürə bezirə karguzarı var. Hamısı tərifləsinlər. Pul alırlar, beşər adam da oturublar yanında gələn tərifləsinlər. Mən ruznamə-niqarəm, mən öz pulumu yeyirəm, öz zindiqanlığımı eləyirəm, millətimə, məmləkətimə istəyirəm bir dənə iş görəm, mənə o nəqsləri gərək deyəm. Eyni bir döytür kimin, eyni bir pizişk kimin. Adam getmir ki pizişkə deyə, mənim haram sağlımda, haram ağrır. O ağrıyan yeri deyil, o naqis yeri deyil. Dira boynum ağrır deyil, belim ağrır deyil, filan əmələ ehtiyacım var, dişim ağrır. Döytür də düz həmlə edir o yerə ki, bunda beysdə ağrısı var, dərdi var. Məsailə nəqd də gərək nəqd müxərrib ola. Ta zamanı ki bir nəqd o qədər müxərrib olmuyor ki bu nizam-ı qədimi mütaliə eləyə, təqrir verməyə aradan. Yəni köhnə saxtamanları yıxasan gərək təzə bir saxtaman düzəldəsən. Bu duvarın burası yaxşıdır, burası möhkəmdir, burası filandır. Bundan saxtaman düzəltmək olmaz. Sən istəyirsən bir dənə nusaz, modern bir saxtaman düzəldəsən, əvvəlcə o köhnə saxtamanı yıxasan, ondan sonra gələsən düzəldəsən. Mütəəssifanə bizim fəaliyyətimizin və qovlu zənabız qabağını aldılar və necə deyib, mən bir dənə misal vurmuşdum həmən məqalədə, mətləbdə. Mənim nənəm bir istilah bir gün bir qəddanı çaldı sındır deyərək. Dedim, niyə sındırdın? Dedi, bu çomurdan qəddandı.
Getdik Çini qəttdən aldıq. Mütəəssifانه bu köhnə fikirləri biz ata bilmirik yeri. Bu köhnə fikirləri biz aradan apara bilmirik. Və hətta bu köhnə fikirlər bizə müsəllətdir. Mən bu gün danışanda 50 dəfə o yanıma baxıram, dövlətdən qorxmuram. Mən elə həmən bu Luizərcədən qorxuram. Həmən bu hesab böyüklərdən qorxuram ki, heç qarədirlər. Tərəf heç işi də yoxdur. Tərəf heç məmur pərvəndə də deyil, ustandar da deyil, fərmandar da deyil. Bir dənə məsciddə müstəmə azaddır. Vəlicə görə o güzəştə fikirlərdən nə defeli bəraən ki, var yoxu, varlığı onun üstündə qurulubdur. Ona görə biz bu Nəvid Azərbaycanla mütəəssifانه əlarəğmin ki, qoymadılar, bəli, işimizi vaqiyyət gördük biz. Biz bu cəmaatda bir dənə oyanışı başlatdıq, həman Nəvid Azərbaycan. Mən hər yerə gedərəm, hər yerdə deyərlər, aynı zəri o zaman Nəvid Azərbaycanda biz bu yola girdik, bu yola gəldik. Mən buradan duydum, getdim Avropaya, hər yerə getdim, dedilər, Sərdəbir Nəvid Azərbaycan. Mənzurum biz işimizi gördük, biz vəzifəmizi əncam verdik. Bəli, bundan da betər eləyə bilərdik, əncam verək. Bizim bəran ki, fikirlərimiz həm çağdaşıdır, həm ruzamədir, biruzudur, update olunmuşdur. Hamısı model və demokrat fikirləridirlər. Biz, mən 50 ildir yazırım. Mən 50 ildə bir nəfə gəlsin, bir cümlə göstərsin desin yadımda. Filan məqalədə, filan cümlədə yazmışsa zəbanı farsı pisdir. Zəbanı farsı yox, yaxşı zəbanı üzlərini. Bizim də zəbanı müştərəkimizdir. Mən əslən məqalələrimi farsı dilənə yazarım. Muntaha, vaxtı zəbanı farsı özün qoyur, در سایه حتی عادل bir mərhələyə ki, zəbanهای پیرامون ایران aradan apara, bu behterdə öz aradan gedir. Bizi niyə? Bu ayı hətta adil demişlər, Türkçəyə oxuna, Türkçəyə yazıla, zəbanı farsı aradan gedir. Əvvələ Boça sənin ixtiyarındadır. Ham Boçalərdə verildi sənə. Xob, fəaliyyət elə qoyma aradan gedir. Mən öz dilimi oxuyum, öz nənə dilimi, ana dilimi oxuyum. Sən də öz dilin oxu qoyma aradan geçsin. Sən deyirsən ki, əgər sən dili qalsan, sən mən gərək öləm. Bu cəhənnəmə günlər. Öl. Biz deyirik, zəbanı farsı aradan getməsin, zəbanı müştərəkimizdir. Olsun. İndəyə ayə hətta adil deyil, türkü danışsaz. Zəbanı farsı öləcək, bir dərək əsvəl güləcək. Mən türkümü danışacağım, mən türkü fəaliyyətimi eləyəcəyəm, mən türkəm də Allah mənə türk yaradı. Mən bunu əvəz eləyəm mənim. Mümkündür bir gün məni İrandan təbid eləyədə çıxam gedəm. Məsələn, Amerikada olam tabiyyət Amerikayı, ya məsələn Rusi, ya filan kişiləri Avropayı. Bəli, kimliyimi, varlığımı mən yekanda anadan olmuşam, Azərbaycanda anadan olmuşam, İrandan anadan olmuşam, bunu mənim əlimdən heç kəs ala bilməz. Biz həman qədər ki, türkçülüğümüzü iftixar eləmişik, həman elə qədər də İranlı olmağımızı iftixar eləmişik. Heç vaxtda İranı biz pis gün istəməmişik. Heç kişvəri də biz İrana tərcih verməmişik. Yoxun ola, uzaq ola. Türk ola, Kürt ola, nə midadən, Fars ola, hər nə ola. Bizə hər nə mühüm İran olur. Demiş, biz İran çərçivəsində fəaliyyət edirik, İran çərçivəsində. Biz istəyirik məhsulları, biz taze əməlimiz, bir dənə Ruznamə-Nigarın əməli, nə mənə demək? Bir dənə Ruznamə-Nigar təlaş edir, bir əməli məhsula zad edir, nə özünə? Biz heç vaxt demirik, ay, məsələn, hətta adil, sən şah zamanı nə idin, neynədin, ya çün bir xəlvət mirəvi, ankarı, digər mikodi. Biz deyirik, sənin bu sözün, bu əməlin iştibah. Sən ya gərək bir istilahını qəbul eləyəsən, ya da nə mənədir,
sən eləyə bilməsən mən verdiyim maliyyatına gedəsən mənim əleyhimə, çi məclis İran ola, çi fizikyan ola, heç yerdə sən eləyə bilməsən mənim əleyhimə. Fəaliyyət edirsən öz verdiğin puluna. Mən o gündən ki özümü tanımışam, sənə maliyyət verir. Mən o gündən ki özümü tanımışam, sənə xidmət eləmişəm. İndi əgər sən İranın dövlətisən, ağay Pezeshkian, ağay Rəisi, ağay Xatəmi, ağay Ruhani, hamısını deyirəm mən. Az əvvəlin rəis cümhur ki Bəni Sədrdir, ta axırına kimin ki Pezeshkiandır. Sənin vəzifən xidmət bir millətdir. Bu millətdə də tək Tehran deyil. Piramın da var, Urmu da var, Təbriz də var, Makı da var, Poldaş da var, Xoy da var, İsfahan da var, hər yer var. Rəş də var, hər yer var. Sən eləyə bilməsən xidməti fəqət bir dənə qovmu farsa, Behzad təyin eləyəsən, deyəsən bunun ana dilisi ilə sən hamız bir zabanı millizdir. Belə bir şeyimiz yox. Özü məmləkətin büdcəsi. Bu da mən dedim də, bəli bizim büdcəmizin. Sən əgər bir qıran farsa xərcləsən, bir qıran necə zabanı Türkiyə xərcləyəsən. Əgər xərcləmirsən, sən sistemgərsən. Bugün dünyada rəvabit beynəlmiləldə, hüquq beynəlmiləldə. Sən istəyəsən bir dənə zəbanı aradan aparasan, bir dili aradan aparasan, sən tənha zəban koş deyilsən, sən nəsli koşsan. Bunu kulli dünyada bu pəzirifdə şudadır, Sazman-ı Miləldə də pəzirifdə şudadır, Məcami beynəlmiləldə də əyə bilələ bir dənə dövləti öz millətinin dilini istir aradan apara, bunu bu unvanı nəsli koş, hətta mümkün bir gün dadıqalara verir. Dadıqahay lahəyə verir. Bizi ki, İmruz Böyün Netanyahu'nu verirler. Odur ki, biz bu işləri deməkdən, yazmaqdan, pozmaqdan nəzərimiz budur ki, bu mərhələlərə yetişmir. Bizim o nirumuz var ki, tamamı dünyada qapı çalaq deyə bizim bunlar dilimizi öldürürlər. Bunlar bizim fərhəngimizi öldürürlər. Bunlar bizim varlığımıza təhammül eləyə bilmirlər. Bunlar deyirlər, bunlar türkü danışma, nə midanəm, çox vaxt üz istəyirəm. Bunların öz dili ilə də yazalında ki, göyürlər, bir qula zərərlər nədir? Abi, sən türkü yazda niyə? Sən dünənə kimi deyirdin, türk dəyilsən. Sən mənim türklüğümü, varlığımı qəbul eləyənmirsən. Sonra gəldik ki, vəhdətimiz olsun. Nə vəhdət? Vəhdət o zaman olar ki, sən Kürd olasan, mən Türk olam, bu ağa Fars ola, bu ağa bir istilah Lor ola, deyələ ayılışın bir yerdə vəhdətsiz olsun. Sən ki, mənim varlığımı qəbul eləmirsən, nə vəhdətli gündə hər həftə tutsan, pul xərcləsən, nə midanın filan. Və hər hal... Bir gözəl nöqtəyə işarə elədiniz. Elə mən də istəyirəm bunun bir təkid eləyəm. Mən, yəni həqiqətən bunların sözlərinə baxanda, üstən dövlət mərdlərimiz baxanda, bir dənə əmdi, mənim nəzərimə bir əmdi bir dənə bəhs ki var. Bunlar qeyri-fars xalqların adını qoyurlar əqvam. Əqvam cəmi qomdur da. Qom məsələn bir dənə kətdə neçə dənə tayfa yığışar, orada bir dənə qom. Onlar 100 nəfər, 200 nəfər, 500 nəfər, olsun 1000 nəfər. Bir məmləkətdə ki, balay 30 milyon nəfər sənin türkün var, sən onu qom deyənməzsən. Mənim öz şəxsi nəzərimə, vaxtı bunlar deyirlər əqvam, bu kələmə, bu baxış bir dənə təhqiramiz baxışdır. Yəni istəmir türkün millətinə bir dənə müstəqil hoviyyət verək ki, sən də bir dənə millətsən. Düzdür, millət az lazı siyasi bir dənə ayrı mənası var. Onun pərçəmi olmalıdır, dövlət olmalıdır. Amma biz nağuzirik millət deyək. Millət deməsək ki, onun sözünü deyək ki, qom. Biz qom deyilik, ay Pezeshkian. Ay Pezeshkian da bizim intizarımız var, cənabınız qəşəng buyurdur ki, gəldi dedi, qanun əsasını icra edəcək, 19-da. Bəli, o günkü o
yığıncaqda ki, özü bir hadisə vücuda gəldi. Mən şəxsən bayaq da arz elədim. Yəni biraz ümidim çox olmur. Gələcəyə bu baxışla, bu deyirlər dərs fərmanla gedir. Mənim heç bir ümidim qalmır. Keçən günkü məqaləmdə yazmışam. Bu vəziyyətlə ki gedir, günbəgün pul üzünə əziz gedəcək uçağa. Günbəgün yazıqlar olacaqsınız. Günbəgün dalı qalacaqsınız. Bəran ki, siz bu potansiyelləri nə mənədir? Göz önündə tutmuşsuz ki, heç bunların əleyhini işləsin. Sən axı nədir eləyə biləsən o Amerikanın əleyhini işləyəsən? Sən feylən burada mənim əleyhiməsən, hülərin əleyhiməsən. Odur ki, bunlar ki, məxsusən də dünya ayı Mehran gedib bir dənə xətərnak mərhələyə. Tamamı kişvərhay Avrupaydı, tamamı kişvərhay Asiyaydı, tamamı kişvərhay Amerikaydı. Radikallar, rast ifratilər iş üstə gəlirlər. Fransa'nın indi ya hizbi dovvumudur, ya hizbi sevvumudur. Hizbi faşist Alman, neofaşist Alman, hizbi dovvumdur. O tərəfdən görürsən, Amerikada həmən Elon Musk ki, be istilah Trump'ın sağ qoludur. Vaxtı eşitdi ki, neonazilər Almanda ikinci hizb olublar. Səri zadın qabağında Heil Hitler səlamı nazib idi Amerikada. Yəni Amerikada Cumhuriyxah keçib, rastı, ifratıdır, geçib be istilah hizb əvvəl olub indi. Demokratlar vurub qabağa. Avropada tamamı əhzab-ı rast ifratı ya birincidirlər, ya ikincidirlər. Əgər Fransada eləyə bilmirlər gələliş üstə, bəran ki, bu bir hizblərin hamısı müttəhid olub. Ta qoymayalar o gələ dövlət təşkil verə. Bəli, gün bunlar neynirlər? Göstəriş tapırlar, gün yekəlirlər, böyüyürlər. Amerikada da məxsusən bir dənə rəsmən dələ və bir har gəlib üstə bir namı Trump. Çox zalibdir o rəftarı Zelenski ilə ki, öz amiliydi. O onun amiliydi. Amerika, Rusiyanı onun təbəstüdən çəkib o patlaqa. Rusiya ilə indi əlbir olub Zelenski ilə əleyhinə. Yəni dünya gedib bir dənə bir tərəfi bir biçarə o Marx bir zaman bunu deyəndə bizlər üçün bizim əqaidimizlə, Allahımızla biraz fasiləsi var idi. Bunlara əhəmiyyət vermədi. İndi mən görürəm Karl Marx böyük sözlər deyib. Deyib, bu sərmayedarı rüşd eləsə, axır yetirəcək mərhələyi kompradora. Yəni, bugünkü Amerikada da sərmayedarı karabərin deyil. Sərmayedarı kompradordur. Tamam rəqiblərini istiyaradan aparır. Hətta bu rəqib İngilizistan olsa, əgər Fransa olsa, Alman da olsa. Yəni, Trump indi dünyada ise tamam rəqiblərini hər yerdə bir dənə harit olsa, ondan sahib çıxır. Əz cümlə Netanyahu'dan İsraildə. Yəni, bu cür bir nəfərlərdən sahib çıxmaqla, bunları bold eləməklə, ərz eləyim, dünya vaqən bir xətərnak tərəfə gedir. Bizim də məhsullarımız bəlahət-i kamillə bir gün ki, fəhm eləyələr. Məsələyi Azərbaycan nə mənədir, məsələyi Türk nə mənədir, məsələyi Piramun nə mənədir, mərkəz nə mənədir, nifrət-i Piramununu soxaldırlar. Bu nifrəti yetirəcəklə bir yerə ki, dediyim kimi bunlar nəhayətdə qudrət həmməşə, qudrət heç vaxtdan getməz. Şura əvaradan getdi, məyə bomba yoxudur, məyə ərteş sorğu yoxudur, məyə sərhəncazıdır, məyə niruları ölmüşdür, sərbazı yoxudur. Xeyr, hamısı var idi. Vəli müqtəzəl olmuşdu. İranda şah aradan getdi, məyə qudrəti yoxudur, savaş məyə aradan getmişdi. Ərteş məyə aradan getmişdi. Bunun ərteşinin nisbi bir zaman tökülürdü. Ərəbistanda yüzlər min adam öldürürdü. Bir gün gəlirdi Təbrizdə minlər nəfər adam öldürürdü. O ərteşələ nisb olmuşdu 2 bərabər, 3 bərabər.
Ərteş yerindəydi, qudret yerindəydi, Kələntəri yerindəydi. Amma mühtəzəl olmuşdu bu qudret. Vaxtı mühtəzəl oldu, qudret aradan gedər. Mütəəssifanə bu qudret aradan getsə, biz özümüz də demə nədir? Bir xətərdəyik, özümüz də istəmirik bu qudret aradan gedər. Özümüz də istəmirik da bir ayrı batlağa düşəkdən, bu saladan çıxaq, bu salaya düşək da ərz eləyim, Şah ya Məhəmməd Rıza Pəhləviyə xoş olsaydı, dədəsini götürürdü leşiyə buradan. Çox calıbdır bir məmləkətdə ki, 98% məmləkət bu Nizam-ı Cumhuri İslamiyə rəy veriblər, yetiriblər bir mərhələyə çaymayırdı. Zehirə qoyduq da 40% yetirək bu intixabat. Xuday aləm şahidi zehirə qoyduq. Mən 50 dəfə and içdim ve hesab ki da bu axırın varımdır mən. Bərayin ki, dilənmək ondan rahatdır ki, sən 50 atsan deysən, mənə bir 5 gram pul ver. Ya deyib, vermirəm, cəhənnəm olacaq, ya da çıxardı bir 5 gram qoymur. Gedib xalqdan rəy istəmək özü bir zəlalətdir. 1000 dənə söz deyir adama, məcbursan başını sallaşmağı deyəsən, düzdür. Deyir, hansı günümə rəy verir? Deyəsən, düz deyirsən, bəli sən bu axırın yadında məqalə yazdıq Nəvəddin Telegramında, son qəllərlə, son qurtuluşla filan deyimə. Bunları hamısın ittifaqən, bunları bir sistemdir, bilmirəm bu sistem niyə öz nəfinə işləmir. İranda kafirdir, bir zərrə fəqət. Kafirdir, qudrət, ya hükümət, ya dövlət. Adı nə mənə qoysan bu. Bir zərrə cəmaatla yola gələr. Bir zərrə biri bu xanımların, arvadların başından əl çəkir. Dünən bir nəfər danışır, deyir ki, biz nə midanəm, gərək qoymuyor xanımla çıxışı. Deyirəm, niyə? Deyir, bunlar yol gedəndə də takla-tak gelirlər, bizi yoldan çıxardırlar. Dedim, sən də takla-tak geləyəndə onu yoldan çıxardırsan. Bunlar nəinki arvadı adam bilmirlər. Əslən zehnilərini yetişmiş. Baba, o da tərik ola bilər. Əgər sən arvad eləyə bilir, tüküylə, takla-tak səsi ilə səni yoldan eləyə, sən köpək yolu da geylimlə, keçibimlə, eşyə çıxmağınla onu yoldan eləsən. Və sən özün də gizləndə ki, bir sandığın içinə çıxma eşyə, deyiləm mən çıxsam eşyə, xalqın arvadı düşər günaha, ərz eləyim, məmləkət dağılar. Biz bu cür bir dənə bir vaqən bir şuur deyim, kəm şuur deyim, huşsuz deyim. Yəni bir sistemdə bu qədər özünü eləyə bilər xətərə sala. Bir sistemdə bu qədər öz əleyhinə başlar işləməyə. Sən 100 ildir klasayı moderni danışgahı yönəm, mədrəsə filan beyman farsı dəs versən, haranın külünələrdən başlayan ya külünələrdən başlayan ki, 2 vahid, onu da hərdən bir, onu da yarısı tətildi yaydı, yarısı tətildi qışdı, yarısı tətildi soğuqdu, yarısı tətildi qar yağdı, yarısı tətildi yağış yağdı, məmləkətsin tətil eləmişsən, sən bir 2 vahid türkü danışsan nə olar, danışmasan nə olar? Yəni bunlar öz əleyhinə mənim, üz üstürəm, nənəm, Allah öyle nəzir rəhmət eləsin, deyərdi ki, o zərbəni ki, insan üzünə vurar, heç kəsə vura bilməz. Əslən imkansızdır. Mən otururam, hərdən fikirləşirəm bu otaqda bax, ağa bu dövlət niyə bu cür öz əleyhin işləyir? Məsələn deyirəm, Kitab-ı Türkü bu çap olubdur, bunu müsibətlə çap ediblər. Nə oldu məsələn? Göyə gəldi, göyə getdi. Sənin 15 il lüğətnameyi Deyxodan dünən 2000-də dəydi, alıb qoymuşuq ora. İndi bir qırına dəyməz. İndi də hər nə vurursan mobildə gəlir də lazım nəysən gəlsən Deyxodan elə vərəqləyəsən. Sən niyə fikir edirsən ki, bir dənə türkçü kitab çap olsa dünya dağılacaq? Bu qədər farsı kitab çap olub, bəliyə dünya dağılmayıb. Bu qədər İncilisi, ay Mehram, mən
Heç yerə bu Asiyaydın şərqi kimi mənə əsər qoymadı. Getdim gördüm, hərənin özünün bir Allahı var. Hərə qapısına bir dənə bir ağaçdan bir Allah düzəldib qoyub, bura çörəyin ver, meyvəsin ver, filanın ver. Bu Allahların nə biri-biri ilə işləri var, nə biri-biri ilə sözləri var. Nə iş danışa bilirlər. Biz bir Allah, bir Peyğəmbər, bir iman düşmüşük birbirimizin canına. Ərz edeyim. Yenə bax, bu oruçluq gəldi. Ərz edeyim. Heç zat yox, hələ olar. Şənbəni eləməliyik, biz yekənbəni. Bir fərqimiz yer öyle olmaz ki. Biz yaxsıyıq, olar pis də olar, mən ikimizdə yekənbədə oruç tutaq, ya ikimizdə şənbədə tutaq. Gərək bir gün bir fərqimiz olar. Mənzurum bir miqdar, bilmirəm bu əqli, urfi hardadır. Bizə danışıda da bir əqli, urfi öcədəllər. Əqli, urfi, çə hüquqda, çə ictimada, çə... Yəni lazım deyəsən nabiq olasan. Sən elə bir olay, bir əqlin olar ki, gedəsən oradan bir çörək alasan, gətirəsən evdə, verəsən uşağın yiyə, buna deyirlər əqli urfi. Bizim o əqli urfimizə adamı bağlı. Biz yəni öz zərərimizə bir işlər görürük ki, bu tərəfdən bank bir dənə təqvimi 8 salı çıxardır və o tərəfdən 2 dənə ipi vermişik 2 nəfərin əlinə get tut, bax şöyle sabah. Vay mən o görmək olar mı əslən? Bu bir iş olar mı? İndi üz istəyirəm. Məcami elmiyə, hətta sənin bu danışqa Tehranında bu. Ki soruşulan deyin, 500 il bundan sonra saat neçədə gün batacaq, neçədə gün çıxacaq, hansı gün Şəbandır, hansı gün Rəməzandır. Baba bir dəfə iplə ufuqa baxırdılar, 1400 il bundan qabağıdır. O zaman elmi yoxdur. Yəni mən, bizim kimi, bizim məsullar kimi, hətta bizim, bilmirəm gəlmişsiniz ya yox, Danışada Xivanında bir küçə var. O küçənin bəğəlində Kanun-u Vükəlat. Kanun-u Vükəla gətirib həyatını islah eləyəndə o küçə hamı riayət edib cəmaat, çəkib dalı olub 12 metr. Fəqət o girişində Kanun-u Vükəla yanında ora 3 metr. Ağa, sən nə yaxsın bunu 1 metr xəx kimin çəkməmsən o tərəfə? Şəhərdar sən, hardasan da? Sənin işin nə mənədir? Yəni, heç kəs nəinki, bir də bunu deyirlər, əslən, xud İslamda da deyirlər, ədalət mənası budur ki, hər nə öz yerində olur. Vaxtı hər nə öz yerində olmadı, buna zülm deyirlər. Bu da ədalət yoxdur. Sənin gərək bir dənə danışsın olar, gedə danışqa ataydan danışır, hüquqda. Qəzabət dərsi oxuyar, gələ oturur, dadımız dərdə. Sən vaxtı bir nəfəri ki, hüquq və qəzayı oxumayıb gətirmişsən, o deləmişsən, rəislə, mavin, qazi filan behman, sən özün öz əleyhiyən işlisən. Bizim bir ustadımız vardı, bir gün bir məqalə verdi mənə, dedi, nəzər sən Şeyhanda olursan, bunu da orada çap elə. Baxdım, gördüm yazı, rişvadan qazıb istəyək, alıb da. Mən də dedim, biz bunu çap eləyəm, mən o zaman salı 57 idi, 58 idi. Biz cəmaata cavab verəmədik, necə qaz aladı? Rişvadan qazı xoşdur. Dedi, ay nəzəri, gedin qoymam, besavad adamlar gələ qaz olur. Rişvalan qazı ayda, ildə 5 dənə, 10 dənə, 2 dənə pərvəndə tənələr olar ki, orlar. Bunu ayrı qazıda Tehrandan gəlib oxusam da bətə olur. Məli qazı ki, besavaddır, düzdür. Əslən, xilaf işi yoxdur. Düzdür, fəqət besavaddır. Əlin hər nəyə qoysa körlüyür. Hər nəyə qoysa körlüyür. O körlüyanlara heç kəs eybi eləyəməz. Tamam fərvəndələrdir. Tamam fərvəndələrdir. Buna deyirlər zülm, buna deyirlər sistem. Ona görə seçir, deyir, o iki hüquqda oxuyub. Bizdə hər nə bərəksədir. Sistem yəni özü öz əleyhinə fəaliyyət eləmir. Mən indi hər yerdə deyirəm, şoğlun nə mənə? Deyirəm, vəkiləm.
Aynı zərdi. Sən qazı, sən deyirəm, 30 il qazı olmuşam bu şəhərdə, indi gəlmişəm olmuşam vəkil. Deyirlər, dünyada əvvəl 30 il vəkil olarlar. 30 il vəkillikdə tərəf özündən şəxsiyyət nişan versə, savad nişan versə, onda apararlar qazı elərlər. Mən 25 yaşında vardım, danışqatdan çıxmışdım, apardı tutdular, sən pəvəndiliyə yetiş. 30 il adam besavad da olsa bir gündə bir kəlmə öyrəşsə, onlar bir bilici da. 30 ildən sonra mən çıxıram, gəlim oram vəkil. Mənzur yəni hər nəmiz sistem özəliyini işləyir. Bizim bədbəxtçiliyimiz budur. Mən inşallah bir gün aparıram o küçəni nişan verirəm. Hər kim baxsa o küçəyə çalar başına kağıdı. Besavad adamla çəkilib dağlı küçədə, küçə olub qəşək 12 metri. Və sən kanunu bu şələsan üzdə bir nəfərin dəyi, şəxsi dəyi, bir dənə sisteminkidir. Sən niyə səhməmsən dağlı bu duvar? İndi küçə buzu 3 metridir, gedir olur 12 metr. Düz Eyzamnirunun bəğəlində, elə oradan geçəndə baxsaz kanunu uçalaya görəsiz nəsidir. Bu nişan və ya Dadıqüstərdə, Dadıqüstərdə ay Mehran. O 3 metri qovubla vuruldu qurucu. Gətiblər oranı bağlayıblar, 2 dənə sisa yuvası açıblar. Ki 2 nəfər bu həm girə çıxa qarınlarına sürür. Girənməz, bəli. Ağa, bəs sənin axı Dadıqüstərinin qapıları, Dadıqüstərdə 2 dənə gərək mövzu bərzəsi olan. Ta cəmaət etimad ediyələ bu ədalətə. Biri qapılarıdır ki, böyük olar. Biri də qazilərin mizləridir ki, uzad olar. Müttəhəm, tabukeş, adam öldürən filan behman, qaziyə gərək buzur, yeydən baxa göyə. Nəinki buzur gözün tikə qazının gözünə. Bizim idarədə, üz istəyirəm, Zəncidə ki, hər yer terrorsuydu. Mücahidin terror eliydi, Çirişlər terror eliydi, Kütlər terror eliydi. Hər yer terrorsuydu, qapılar açıldı. Amma əsli qapıdan gedirdi, gəldi. İndi məmləkət nə yeri əmn əmandır. Biz qapılara bağlamışıq. 2 dənə oradan vuruldu yer. Dəqiqən sıçan yoludur. Mənzurum budur ki, sən hər yerə baxsan, görsən bir dənə aşkar orada nəqsi var və bu nəqs bərtərəf olmur. Sən Fatihəni neynə? Oxucunla o nizama, o dövlətə, o rəis-cümhura, o fizişyana, o ustadlara şəhridarı eyləm edir ki, mən kargərlərimin hüququnu verəmmirəm. Sən kargərlərin hüququnu verəmmirsən, Məhərrəm günüdür, başdan Ərteş Xiyaban dibə niyə qərəyə bilirsən? O xərci ki, qoyatsan oraya, hey, tağ bəzi səndən filan ağa gəlir, rəis-cümhur gəlir, filan kəs gəlir, tağ bəzi sən, olan pulunu apar karmətlərən də. Vaxtı sən bu nəqsi bərtərəf eləmirsən, yəni bu şəhərdə şəhərdar yoxdur. Bu şəhərin şəhərdarı yoxdur. Bu şəhərin vaxtı sən eləyə bilmirsən, nəqsi aşkar bir məsələni həll eləyəsən, ay fizişyan, sən vaxt eləyə bilmirsən, bir karımənd, məskəmət karıməndə deyəsən ki, sənin həqqin yoxdur, bir nəfə gəlir, uşağını şinanslanmağa deyəsən deyildir. Ta zamana kimin ki, bunu bərtərəf eləməyib, ümid bağlamaq qələtdir. Mən bu ağa iş üstə gələndə dedim, büdcə yoxdur, biz təhrimdəyik. Məxsusən bu dövlət Trump bundan belə icazəyi heç quda nəfəs çəkmək verməyəcək. Hətta o məhdud nəvki satırıq, nəfti satırıq, onunla qabağını alacaqlar. Bəli, səncə bir işlər gör ki, büdcəyə ehtiyacı yoxdur əslən. Məsələn, bu eyləm eləcində bu nə işqalı var mədarisdə türk oxumağın? Ya danışqahda türk oxumağın, yəni vahid qoymağın. Sən deyilən ki, tərəf uşağı tüydü, türkat qoydu. Sən atahan qoyanmasan, sən sevgi qoyanmasan, sən yarpaq qoyanmasan,
Ben niye bağıran qoyuram, ben niye bərci qoyuram? Çünki farsıdır. Kim bizdə deyib ki, biz gərək adlarımız ya fars ola, ya ərəb ola? Mən istəyirəm öz adlarımdan qoyam, öz adlarımdan. Önünə cəlləsə də naşir gəlib bədbəxt ağılır. Xanım deyib bir dənə ad yazmışıq, kitab yazmışıq. Azərbaycanın gözəl adları. Aparmışıq, deyirlər ki, ağa bunun adını əvəz eləm. Biz aid namhayı, zibayı Azərbaycan. Bir demişik cəhənnəm olsun. Yəni bu adını əvəz eləmişik, aparmışıq. Türk adlara xət çəkib bibi. Deyib bunların əvəzinə məsələn, Məhəmməd, Rəsul, filan, Behman, bu cür adlardan qoyur. Səkinə, Xədicə. Deyirəm, bu kitabın adı Azərbaycanın gözəl adlarıdır. Yəni Azərbaycan addır bunlar. Bunlar qədimdən bir qovlu istixrac olub gəlib bugünkü günə. Mənzur deyir, Vizarət İrşad deyir, ona biz icazə vermə. Sən bir sadə işlərən, sən bir deyir, bir bəxşinamə elə, hər kəs, hər kitab, əslən sənə nə mərbutdur, kim hansı dilə yazıraq? Mənə hərdən deyərlər ki, türkü yaz. Deyirəm ki, biz 1000 dilimiz ola, 1000 dilə yazalım. Azərbaycanın o qədər dərdi var ki, sən 1000 dilə yazsan ki, nə azdır. Həm farsı, həm lori, həm kurdi, həm ingilisi, həm urdu, həm ərəb, hamısı dillərəcə yazılır. Həm türkü, həm filan. Bəli ki, bizim dərdimiz bir dərddir ki, bir qolu deyərlər, eşiyimiz öz canı yandırır, isəmiz özümüzü yandırır. Biz sadə-tərin məsailə varlıq ki, ad qoymaqda bunu eləyə bilmirik. Sadə-tərin məsələmiz ad qoymaqdır. Sadə-tərin məsələmiz kitab yazmaqdır. Mən türkü, bu kitab türküdə olmaz. Deyib bu kitabın içində türküdür olsun, qəbul edərik. Bəli, türkad olmasın. Onda kitabın üstünün adı da əvəz oladır. Yazaq namhayı xub ərəb var. O tərəfdən də danışanda hamısı zidlərə. Çox sağlıqdır. Çox sağlıqdır. Danışanda bu ağayanı, hökumətçilər hamısı ziddə ərəbdir. Hamısı ziddi türkdür. Hamısı ziddi Amerikadır. Hamısı ziddi Rusiyyədir. Bir fəqət özlərini bəyənirlər. Onu da özlərini bəyənən də bu cür öz əleyhinə işləməz. O cür öz əleyhini özünü yoxluğa tərəf aparmaz. Mən vaqən ehsası xətər edirəm, deyir o yerdə ki, aclıq var, o ki, toxtu gərək qorxar. Acın da nədən, daha acdır da nədən qorxacaqdır? Sən ki, toxsan gərək qorxasan. Sən əgər bu məmləkətə baxmasan, əsl adamları buram, bizik, bu məmləkətin sahibi bizik. Mən üzr istəyirəm də, biraz çox oldu.